Ayıb döyülsən, işə kişisən, o nə videoda paylaşmışsan? Güya mən çöldə yaşayıram, zibil yığıram, acıdan ölürəm. Qardaş, üzürlü sahən bir də elə olmayacaq. Gəlin mən sizə üzür xaxlıq kimi xəngəl seti təklif Qardaş, edim. mənə heç nə lazım deyil sizdən. Yo, pulsuz xəngəl setidir, üzür Hadi xaxlıq yenə də bizdən. mənə video çəkəcəksiniz, Yo, istəmirəm. yo, çəkməyəcək, bu dəfə çəkməyəcək, inanın. Gəlin verək. Gəlin. Qardaş, Allah zibil götür də. Ah, üzürlü sən, keçməyin. Buyurun, əyləşin. Bu nədir belə? Bu 4 nəfərlik xəngəl setidir. Cəmi 55 manat 90 qəpiyə. 55 manat 90 qəpik, çox azdır. Bu zibili niyə qoymusan? Yenə də mənə çəkmək üçün. Götür də oradan da. Bax, işləyim. Nuş olsun. Siz bura gələndə kimdən gəldiniz? Mən təkəm. Təsvir eləyin, bir dəfə elə oldu ki, mən bu 4 nəfərlik seti tək yemişdim. Bunun hamısını sən tək yemisən. Sən dəlisən. Yavaş dişdə də pomidor, üzüm gözüm pomidor oldu. Üzürlü sən qardaş, buyurun. Lazım deyil. Mənim sizə borcum zalım yoxdur. Yox, Pulsuz yox. idi da bu, hə? Bəli, pulsuz idi. Buyurun, qalan yeməklər aparıb evdə rahat yeyərsiniz. Hə, çox sağ olun. Bunu da zəhmət olmasa atarsınız da yol üstü. Bəs siz də bu zibili hadi verirsən sən mənə. Əli, ha yenə sənin videon partladı bu. Yenə də? Ha bu. Bugün yenə zibil yığan oğlan bizim restorana gəldi və öz həyatından danışdı. Mən çöldə yaşayıram, zibil yığıram, acıdan ölürəm. Soruşdum, aylıq gəliriniz nə qədərdir? 55 manat 90 qəpik, çox azdır. Soruşdum, bu həyatda sizin kiminiz var? Mən təkəm. Yeməkdən sonra onu qəribə bir gülmək tutdu. Etdiyimiz yaxşılıq yenə də onun göz yaşlarına səbəb oldu. Göz yaşlarını silmək üçün ona salfetka təklif etdim. Lakin o dedi ki, göz yaşlarını əlinə silməyə alışıb. Qalıq yeməyi də ona verdi ki, gedib yaşadığı xaladelnik korobkasında onu rahat yesin. Zibilini də bizə əmanət etdi ki, sonra gəlib götürərəm. İndi isə reklam. 4 nəfərlik xəngəl seti cəmi 55 manat 90 qəpik. Beyran restoranı.